heyətdə meydandadır və beləliklə Kamal Umudlunun startı səslənir və Sumqayıt Neftçi görüşü başladı. Sako, Bren Almeyda, Neftçi hücum axtarışında. Emin Mahmudov, hücum davam edir. Vargas cinaha ötürmə, təhlükəli gəldi Neftçi. Qapıya zərbə indirilir, amma dəqiq deyil. Nə olacaq? Ötürmə gəldi qapı qarşısına. Topa son toxunuş Sumqayıt futbolçusundan küncdən zərbə yerinə yetiriləcəyində. Emin Mahmudov ötürmə gəldi qapı qarşısına. Başla zərbə və top qapıdan keçir. 1-0 Neftçi hesabı açır. 22-ci dəqiqə Breno Almeyda Neftçi hesabı önə keçirir. Futbolçuları baxırıq bir daha. Breno Almeyda bu cür fərqləndi. Höcət Akverdi ona mani ola bilmir. Xəyalın da topa bir toxunuşu var amma bu yetərli deyildi. Elvin Bədəlov. Və burada Emin Mahmudovun ayağı sürüşmüşdü. Qapıya zərbə! Təhlükəli idi amma. Balayev yerindədir. Bren Almeyda. İndi Vargas. Boşluğuna ötürmə. Tupda. Qapıya baxır. Zərbə indirir və 2-0 olur hesab. 31-ci dəqiqə. Lubomir Tupda hesabı 2-0 çatdırır. İkinci gol. Bir daha baxaq. Burada oyundan kənar vəziyyət var ya yox. Hər halda yəni bir incələmə olacaq. Budur. Bu dəfə də Xəyal Fərzullayevin topa toxunuşu var, amma bu dəfə də yetərli deyil bu toxunuş golun qarşısını almaq üçün. Vardan təsdiq gözləyirik. Yaxın küncə topu vurdu Lubomir Tupda. Və birinci hissənin başa çatdığını bildirən fini səsləndirir Kamal Umudlu. Baş hakimi Kamal Umudlu'nun fini səslənir. Beləliklə Sumqayıt Neftçi maçında ikinci hissə başladı. Sumqayıtın heyəti Vargas'tan cinaha ötürmə, yaxşı ötürmə alındı. Breno irəliyir. Breno cərmə meydançasına daxil oldu. Breno zərbə indirir və gol! 55-ci dəqiqə. Breno. Baxırıq bir daha. Əks hücum. Breno endirdiyi zərbə və hər üç halda Xəyal Fərzullayevin topa toxunuşu var. Buraxılan hər üç golda, amma bu toxunuşlar yetərli deyil. Top yol üstü. Sumqayıt futbolçulara toxundu. Bir toxunuş var. İsa Süleyman'a dəydi. Və hesab 3-0 olur. Cərmə meydançası bir qarşılığı var. Qapıya zərbə və top qapıdan keçir. Emil Səfərov. Şkribek. Ötürmə qapı qarşısına və üçüncü golunu vura bilmir burada. Amma hücum devam edir. Qapıya zərbə yaxın küncü. Breno. Az qala Breno burada üçüncü golunu vuracaqdı. Baxaq bir daha. Burada yaxşı bir keçid etdi. Zamanında da ötürmə edir Şkribek. Breno fərqləməyə yaxın olsa da Xəyal bu golun qarşısına, yəni bu epizodda golun qarşısını alır. Və burada Səbuhi rəqib oyunun bərpasını ləngitməyə çalışırdı və bir qarşı durma var burada. Səbuhi Abdullazadə o sarı vərəqəsini alacaq, rəqibi itələdi. Və ardınca da bax, futbolçular arasında belə bu cür qarşı durma. Sarı vərəqə Dalmeydaya. Neftçidən 6 nömrəli oyuncuya.
Sumqayıtda Səbuhiyə. İki nəfər. Bir kimə. Breno'ya. Qırmızı vərəqə. Səbuhiyə. Qırmızı vərəqə. Birbaşa çıxdı. Lekin yoxsa kimə? Oliveira. Səbuhi. Bax belə. Baxaq. Bax bu epizod. Bax bu epizod. Breno burada oyunun bərpasını ləngitdiyinə görə. Bax bu epizoda görə Sumqayıtın 17 nömrəli oyuncusu Nihat Əhmədzadə sarı vərəqə aldı. İrəliyə bilmədi. Top ikisi Rüfət Abbasov. Rüfət özü qapıya zərbə endirdi. Xəyal. İki dəyişiklik olacaq Neftçidə. Qapıçıya ötürmə etməyə macal tapdı. Yaxşı ötürmə alındı. Qapıya zərbə. Breno. Top ikisi. Tupta. Bu epizod golla tamamlanmır. Qarşı salındı. Onun meydana qayıtması ilə də baş hakim Kemal Umudlu görüşün başa çatdığını bildirən Fitness səsləndirilib. Beləliklə Sumqayıt Neftçi maçı Neftçinin 3-1 hesabla qələbəsi ilə yekunlaşır.